Bu dərsimizin mövzusu RStudio'da yeni sütunların yaradılması olacaq. Yeni sütunlar yaratmaq üçün istifadə edəcəyimiz datanın adı new data olacaq. Həmişə kimi New York Flights datasının içində olan Flights datasetindən istifadə edirik. Yeni sütun yaratmaq üçün mutate funksiyasından istifadə olunur. Mutate deployer'ın paketin daxilində olan funksiyalardan biridir. Mutate funksiyasının istifadə qaydası pipe'la datasetə bağlanmaqla baş tutacaq. New data datasetimizi çağırırıq. Pipe'la mutate funksiyasını aktivləşdiririk. Və yeni yaratmaq istədiyimiz sütunun adını yazırıq ilk olaraq. Məsələn, sürət sütununu yaratmaq istəsəm, əlimizdə olan dataset uçuşlarla bağlı olan datasetdir və orada bizim zaman və məsafə haqqında sütunlarımız var. O zaman sürəti tapmaq üçün distance sütununu istifadə edirəm. Məsafə bölünsün zaman, airtime və 60'a vururam. Bununla da yeni sütun yaratmış oluruq. Run etdikdən sonra görəcəm ki, artıq məndə 20 ədəd sütun var. Halbuki məndə burada database'də, datasetdə 19 ədəd sütun var idi. Yeni bir sütun əlavə olunub. Əgər müəyyənləşdirmək istəsəm ki, bu sütun necədir, hansı formada görünür, view funksiyasını qoşuram və açılan pəncərədə ən sonda görürəm ki, yeni yaratdığım sütun artıq əks olunur. Mutate funksiyasının daxilində də müəyyən parametrlər bizə köməkçi ola bilər. Məsələn, bu yaratdığımız skripti kopyalayıram aşağı və burada yeni yaratdığımız sütundan sonra vergül yerləşdirirəm. Aşağıdan .before parametrini istifadə edirəm. Məsələn, qeyd etmək istəyirəm ki, birincidən əvvəl yerləşsin mənim yeni yaradacağım sütun. Bu halda nə baş verir? Görürəm ki, artıq speed, yeni yaratdığım sütun, il adlı sütundan əvvəl gəlib, yəni birinci yerdə yerləşir. Bu .before parametri bizə relocate funksiyasından tanış edir. Harada ki, bizə relocate funksiyası sütunların yerləşməsini dəyişmək üçün istifadə edirdik. O cümlədən .before kimi .after'dan da istifadə etməyimiz mümkündür. Bu isə kömək edir ki, hansı sütundan sonra gəlməyini müəyyənləşdirək. Sütunların sıra nömrəsini də verə bilirdik. Məsələn, yuxarıdakı 1 yazmışam və yaxud da sütunların adını da birbaşa istifadə edə bilərik. D sütunundan sonra, yəni 3-cü sütundan sonra gəlməlidir yeni yaratdığım sütun. Və nəticədə görünür ki, bəli, speed D-dən sonra yerləşir. Həmçinin digər bir faydalı parametr biz istifadə edə bilərik. Mutate funksiyasının daxilində bu .keep adlı parametrdir. .keep parametri bizə nəyə kömək edir? Baxın, daxilində .keep'in bərabər ola biləcəyi müəyyən atributlar var, belə deyək. All, used, unused və yaxud da none. Məsələn, used istifadə etdiyimiz halda nə baş verəcək? Yəni, onu nümayiş elətdirim. Bu dırnaq içərisində used daxil edirik. Və yaranan yeni table-da yalnız airtime, distance və yeni yaratdığım speed sütunları əks olunur. Bu parametr mənə kömək elədi ki, bu halda bu skriptin daxilində hansı mövcud sütunlar ki var idi, istifadə eləmişdim, onlar görünsün və də yeni yaratdığım sütun görünsün. Bu parametrin mahiyyəti bundan ibarətdir. O cümlədən digər bir funksiya ilə tanış etmək istəyirəm sizi. Bu transmute funksiyasıdır. Transmute funksiyasının istifadəsi üçün də bir skript yazaq. Məsələn, eyni bu skripti transmute ilə yazmaq istəsəm, o da deploy paketinin daxilində olan funksiyalardan biridir. Transmute isə kömək edir ki, mən birbaşa olaraq ancaq yeni yaratdığım sütunu görüm. Yəni, əgər əvvəl mənim datasetimdə 19 ədəd sütun var idi, sonrasında mən daha bir sütun yaradıram və bunların cəmi toplamda 20 olmalıdır. Transmute kömək edir ki, ancaq və ancaq mən yeni yaratdığım sütunu birbaşa görüm. Əgər mənimsətsəm də həmin bir sütundan ibarət olan table mənimsənmiş olacaq. Transmute'un da mahiyyəti bundan ibarətdir.
Həmçinin daha bir əlavə funksiya mövcuddur ki, onunla da biz yeni sütun yarada bilərik. Bu add column adlı funksiyadır. Bu funksiyanın istifadə qaydası necədir? Gəlin ona aid bir misalda təqdim edək. New data çağırırıq. Daha sonra funksiyanın adını qeyd etməliyik. Add column. Gördüyünüz kimi bu deployer'ın daxilində deyil, table paketin daxilində təqdim olunan bir funksiyadır. Fərqi nədir? Deployer'dakı mutate'dən bu skript yazandan sonra izah verəcəyik. Burada da öncəliklə sütunun adını qeyd etməliyik. Məsələn, eyni qaydada speed adlı sütun yaradıram və məsafəni böləcəyəm zamanı. Yəni distance bölünsün airtime vurulsun 60. Gördüyünüz kimi bu yazılışda biz error ilə qarşılaşırıq. Errorda qeyd olunur ki, distance adlı obyekt tapılmayıb. Yəni distance sütunu tanış deyil. Səbəb bundan ibarətdir ki, mutate funksiyasının daxilində biz avtomatik olaraq sütun adından istifadə edirik və avtomatik olaraq bu sütunu tanıyır. Amma burada biz qeyd etməliyik ki, bu distance haradan biz götürmüşük. Yəni xatırlayırsınızsa biz dollarlardan istifadə edirdik sütunları çağırmaq üçün. Burada da sütun adlarının qarşısında datasetin adını yazmalıyam, new data təkrarlamalıyam və distance qeyd etməliyəm. O cümlədən airtime istifadə edirəmsə, hansı datasetdən gəldiyini vurğulamalıyam. New data dollar airtime və daha sonra run edirik, görürəm ki, artıq funksiyam işlədi və 20-ci sütunumda yaranmış oldu. Bu formada yeni sütunların yaradılması mümkündür. Add column'unda həm skriptimizi yazdığımız kodu uzadır, oxunaqlığı azaldır, səliqəsiz görünüş yaradır, həm də daha çox zaman sərf olunur. Bu səbəbdən deploy paketin içindəki mutate daha əlverişli hesab olunur. Sütundan yaradılması ilə bağlı dərs bu qədər. Görüşənədək.